Bugün çox ləzzətli alballı canatin hazırlamasını bölüşürəm. Əvvəlcə soğanı yarım halqa doğrayaraq işə başlayıram. Tavaya bir qədər kərə yağı əlavə edib soğanları bişirirəm, ancaq qovurmuram. Soğanın suyu qurduqdan sonra üzərinə əti əlavə edirəm. Ocağın üzərinə qoyub vam atəşdə ət yumşalana qədər bişirirəm. Ət yumşalana qədər yanında servis etmək üçün püre hazır edirəm. Kartofu xırda-xırda doğrayıb üzərinə çıxana qədər su əlavə edib ocağın üzərinə qoyuram və ət yumşaldıqdan sonra üzərinə ədviyyatları əlavə edirəm. Mən sarı kök, duz, qara istiot və paprikadan istifadə etdim və bir xörək qaşığı da risol əlavə etdim. Ətin üzərinə turunu çıxartdığım albalını əlavə edib yenidən ocağın üzərinə qoyuram və tavanın ağzını bağlayıb mamutda alballar yumşalana qədər bişirirəm və kənarda bişən kartofun suyunu süzüb üzərinə bir qədər sarı kök, duz, kərə yağı əlavə edib əzirəm. Və artıq hazırdır. Çox ləzzətli, fərqli alınır. Mütləq siz də hazırlayın. Hazırlayan hər kəsə